göstəriş gəldi ki, İmam-ı Səccad ağanın gətirin qollarına zəncir vurun. Gətdilər deyir, bir dənə zəncir vurdular. Tarix yazır ki, İmam Səccad ağanın qolları ancaq bu cür əlləri boynuna yaxın vəziyyətdə asılı qaldı. Göstəriş gəldi ki, bunu mindirin dəviyə. Ağanı mindirdilər dəviyə, əmr verdilər ki, ayaqlarını dəvənin qarnının altından ipi çəkib bir-birinə bağlayın. Nə müsibətli günlər. Deyir, İmam Hüseyin ağanın müsibəti qutardı, amma Zeynəbin müsibəti başladı. İmam-ı Səccadın müsibəti başladı. Deyirlər, Peyğəmbərimizin dövründə ki, onun əmsi Həmzə-i Seyyid-i Şühədanı şəhid elədilər. Şəhid eləyəndən sonra deyir, onun üzünün, gözünü, onu müslə elədilər. Müslə, yəni ölənin qulağın kəsmək, burnun kəsmək, qolun kəsmək. Bu, İslamda haramdır, olmaz. Öldürdün, qutardı. Deyir, Həmzəni müslə elədilər. Cigərin çıxartdılar, hətta bu yerə qədər. Onun bədənini çox tanınmaz bir hala saldılar. Bacısına xəbər çatdı, Səfiyyə adında bir bacısı var idi. Xəbər çatdı ki, qardaşımı bu cür eləyiblər. Peyğəmbərə dedilər ki, ya Rasulallah, Həmzənin bacısı Səfiyyə gəlir qardaşını görməyə. Deyir, Peyğəmbər o dəqiqə göstəriş verdi ki, saxlayın onu. Gətirməyin. Oğlun göndərdi yanına. Dedi, get anova de, gəlməsin. Bu səhnəni görməyə taqəti olmaz. O qadındır. Səfiyyə dedi ki, oğlum, eşitmişəm, qardaşım Həmzənin cigərini çıxartıblar. Eşitmişəm, bədənin müslə eləyiblər. Dedi, Peyğəmbər elə ona görə deyir ki, gəlmə. Peyğəmbərə xəbər verəndə Peyğəmbər buyurdu ki, onun ağlı çıxar başından, onun huşu gedər başından. Amma Peyğəmbərə xəbər göndərdi Səfiyyə, dedi, Peyğəmbərə deyin, narahat olmasın, mən tab gətirəcəm, dayanacam. Deyir, qadını gətdilər. Qadını gətdilər, amma Peyğəmbər göstəriş verdi ki, Həmzənin bir parçalan üstünü çəkin, hətta ayaqlarına qədər bağlayın. Qoy görməsin. Çox narahat olar. Onun ağlından, huşundan qorxuram. Peyğəmbər onun üçün dua elədi. Deyirlər, bu məlunlar göstəriş verdilər ki, bu qadınları, qız gəlinləri Hüseynin başsız bədəninin yanından aparın. Elə də elədilər. Deyir, Həzrəti Zəhra balalarını, Hüseyn balalarını, Əli qızı Zeynəbi gətdilər, İmam Hüseyin əleyhissalamın başsız bədəninin yanından aparanda Həzrəti Zeynəb salamullahi əleyha ayaq saxladı. Ayaq saxladı, başladı nalə eləməyə. Nalə eləyə-eləyə Peyğəmbəri çağırdı. Dedi, bənatükə səbaya. Peyğəmbər, qızların əsir qalıb. Zurriyyətükə müqəttələ. Balalarını öldürüblər. İndi onların başsız cənazələrinin üstündən yerlər əsir. Hâzâ Hüseynun məczuzur rə'si minəl qəfâ. Peyğəmbər, bu sənin Hüseynündür, başı daldan kəsilən Hüseyn. Məslubul əmaməti və rida, əmmaməsi, əbası qarət olan Hüseyn. Bi əbi mən la qaibə fəyurtəca. Atam sənə fəda olsun. Ey Hüseyn, bu nə səfər idi sən başladın? Bu səfərin qayıtmağı yoxdur. Və la cəriyxə fəyudava. Bu nə yaralardır ki, dəvası yoxdur. Atam sənə fəda olsun. Dedi, başladı ağlamağa. Yazırlar ki,
Gəldi deyir İmam Hüseyn əleyhissalam çünki bilirdi Həzrəti Zeynəb ağa hara düşüb. O yerə gəlib çatanda başladı daşları kənara çəkməyə. Çünki İmam Hüseyn əleyhissalamın başının üstündə o çuxur yerdə nə qədər daş tökmüşdülər, hamısını çəkdi bir qırağa, ağanın başsız bədəni zahir oldu. Zahir olanda Həzrəti Zeynəb salamullahi əleyha baxdı, dedi, əxi, qardaşım, əntə əxi, sən mənim qardaşımsan, əntə ibn-i ummi, sən mənim anamın, Zəhranın oğlusan, və ibn-i validi, sən Əlinin balasısan. Deyir, onu görəndə, dedi, ləytəni kuntu qablə hazəl yevmə əmiya, kaş kör olaydım, bu səhnəni görməyəydim. Sonra deyir, özünə dedi, Zeynəb, kör olmaq nədir? Kör olmaq da buna çarə deyil. Ləytəni mittu qablə hazəl yevm, kaş bu gündən qabaq olaydım. Və la ərəkə kəma əntə aleyhi, Hüseyin sənin bu günümü görməyəydim. Dedi, başladı ağlamağa. Bir orada xanım Zeynəb salamullahi əleyha bu duasını elədi. Baxdı Hüseynin başsız bədəninə, dedi, Allahümmə təqəbbəl, Allahümmə təqəbbəl minna hazəl qurban. İlahi bu qurbanlığı bizdən qəbul elə. Yazırlar ki, xanım Zeynəb salamullahi əleyha həmin yerdə bir iş gördü. Mübarək bədəndə baş yox. Başsız bədən təsəvvür eləyin. Deyir, xanım Zeynəb oturdu yerə. Oturdu, deyir, o başsız bədəni ağuşuna aldı. Deyirlər, bir iş gördü. Onu nə Peyğəmbər görmüşdü, nə də Həzrəti Əli. Peyğəmbər öpmüşdü Hüseynin boğazından. Peyğəmbər öpmüşdü Hüseynin boynundan. Amma Peyğəmbər öpməmişdi başsız bədəndən. Peyğəmbər öpməmişdi o kəsilən damarlardan. Deyir, xanım Zeynəb salamullahi əleyha öpdü o yerdən ki, Həzrəti Peyğəmbər oradan öpməmişdi. Əli ibn Əbi Talib o yerdən öpməmişdi. O da o duanı elədi. İlahi, qəbul elə bu qurbanlığı bizdən. Əla la'natullahi aləl qavmiz zalimin və seya'ləmullezine zələmu əyyəmun qalabin yənqalibun.